Öğrenciler, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Mən bugün sizlərlə birlikdə 4-cü bölmənin 4-cü dərsi ilk aktrisamız kimdir? Adlı mövzunun çalışmalarını izah edəcəyəm. Gəlin başlayaq. Birinci çalışma, əsasən orfoepiya və orfoqrafiya çalışmaları ilə başlayaq. Ailə, teatr, mədəniyyət, faciə. Gələk orfoqrafiyaya. Deyir ki, burada mətndəki səhv yazılan sözlər seçirik. Mədəniyyətlə fəaliyyət sözlər səhv yazılır. Çalışma 1. Deyir ki, hansı məşhur qadın aktrisaları tanıyırsınız? Teatrın inkişafının onun rolunu müəyyənləşdirin. Hansı qadın aktrisaları? Afaq Bəşir qızı, Almaz Əsgərova, Bəsit Cəfərova, Dilarə Əliyeva, Sevil Xəllova və s. Çalışma 2. Mətndə fərqləndirilmiş abzas əsasında dialoq qurun. Uyğun dil nitq etiketlərini istifadə edin. Bu əslində şifahi dialoqdur. Ona görə də yazmadım. Yəni üzündən oxumaqdır. Şifahi dialoq edirsən. Məsələn, kimsə bunu oxuyur, sən isə bunu oxuyursan. Çalışma 3. Deyir ki, sizcə mətnlə bağlı hansı fikir düzdür? Mən D variantı yazmışam. Əsas hissədə Gövhər xanım teatrın ilk qadın aktrisi kimi təqdim olunur. Çalışma 4. Mətnin əsasən hansı fikirlərin olduğunu seçin. 2 ilə 3 olacaq. Çalışma 5. Deyir ki, mətndə fərqləndirilmiş sözlərin mənasını izah edin. Truppa, faciə, benefis. Truppa teatr artistləri dəstəsidir. Faciə, dəhşətli hadisə, fəlakətdir. Benefis, artistin xidmətini qeyd etmək üçün onun şərəfinə verilən tamaşa. Çalışma 6. Başqa sözünün homonim olduğunu əsaslandırın. Başqa biri var qeyri, özgə, bir də var başqa. Yəni qoşma, seçmə, ayırma mənasında. Və çalışma 7. Mətndə altına xətt çəkilmiş cümlələri təhlil edib həmcins üzvləri müəyyənləşdirin. Burada ümumiləşdirən söz hansıdır? Həmcins hansıdır? Onları müəyyənləşdiririk. Qırmızılar həmcinsdir, mavilər isə daha doğrusu qırmızılar ümumiləşdiricidir, ümumiləşdirmə sözdür. Mavilər isə həmcins sözdür. Mavilər həmcinsdir, qırmızılar isə ümumiləşdirən sözdür. Bunlar da belə. Çalışma 8. Mətni oxuyun. Ümumiləşdirici sözləri müəyyənləşdirib durğu işlərinin işlənmə qaydasını izah edin. Burada hər bir ümumiləşdirici sözü, ümumiləşdirici sözləri qeyd etmişəm. 3 igid oğlu, hər üçü doğma elinə, dramaturqu, vətənə. Bunlar da belə. Bir də deyir ki, durğu qaydalarını işlənmə qaydasını izah edin. Durğu qaydalarda da əgər ümumiləşdirici söz həmcinsdən sonra gəldikdə tire qoyulur, əvvəl gəldikdə isə qoşa nöqtə qoyulur. Bunlar da belə. Çalışma 9. Cümlədə ümumiləşdirici sözləri müəyyən edin. Ümumiləşdirici sözlərin yerini dəyişin. Bağlayıcı və ara sözlərdən istifadə etməklə cümləni 4 formada yazın. Bizə bir cümlə verilib, onun müxtəlif formaları yazmağımızı istəyir. Gəlin yazaq. Birinci formada belə yaza bilərik ki, Əlağa Vahid ilk şeirlərini, qəzəl, meyxana və felyetonlarını bir sıra qəzet və jurnallarda çap etdirmişdi. İkinci olaraq belə yaza bilərik ki, Əlağa Vahid ilk şeirlərini, yəni Zəhmət, Babayı Əmir, Tuti və Bəsirəti jurnal və qəzetlərdə çap etdirmişdir. Üçüncü olaraq belə yazıra bilərik ki, Əlağa Vahid, Zəhmət, Babayı Əmir, Tuti, Bəsirət bir sözlə ilk şeirlərini 1914-1915-ci illərdə çap etdirmişdi. Dördüncü forma olaraq da elə kitabda necə yazılıbsa elə yazmaq da mümkündür. Və çalışma 10. Mətndə ümumiləşdirici sözləri müəyyənləşdirib durğu işarələrini bərpa edin. Burada hər birinin durğu işarələrini bərpa etdim və ümumiləşdirici sözləri də müəyyən etdim. Belə. Siz də belə yaza bilərsiniz. Çalışma 11. Aşağıdakı cədvələ uyğun cümlələr yazın. Birinci cədvəldə deyir ki, sadalama intonasiyası ilə bağlanan həmcinslər. Mən mağazadan əldəki papaq pencək aldım. Burada sadalanma ilədir. Tabeçilik bağlayıcıları ilə bağlanan həmcinslər. Mən bütün fənləri
Məsələn, kimya, fizikanı çox sevirəm və yaxud mən bütün fənləri çox sevirəm. Məsələn, kimya, fizika belə yazmaq olar, amma mən bütün fənlərindən sonra qoşu nöqtə qoyub məsələni yazsaq daha düzgün olar. Sonra da üçüncüsü ümumiləşdirici sözlərlə işlənən mənim dostlarım Fidan, Leyla, Nigar bizə gəldi. Və çalışma 12. Deyir ki, Leyli rolunun ifaçıları adlı məlumat hazırlayın. Və siz də belə bir məlumat hazırlaya bilərsiniz. Və əziz izləyicilər, mən bugün sizlərlə birlikdə ilk aktrisamız kimdir çalışmağı izah etdim. Sağ olun əziz izləyicilər. Kanalıma abunə olmağı və like atmağı unutmayın. Sağ olun.